أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah Teala karşıdan gelen günlerinizi hayrenbedde eylesin. İşlerinizi avand eylesin. Ne İslami hayırlı yani hacetleriniz varsa dünya ve ahirette beraberde bekir eylesin inşallah. İleride dediğim kimi yani salavatın faziletleri hakkında yani çok söhbətler var. Dediğim kimi hamısında indi onların size çattıranmaram. Hatta salavatı deməməyin yani insana dayan ziyanları hakkında da söhbətler var. İnşallah Allah'ın izniyle onları da tədricən arada yani size çatdırarım. Çok yani dini dualar, fəzilətli məsələlər var. Özünüz bilirsiniz də elmin sonu yoxdur, irəlidə deyilib. Bugün size dediğim kimi iki tane de yani ikisinde bugün yok. Yani birini bugün edeceğim Allah'ın köməkliğiyle. Eğer dəqiqəsi az olsa, indi birden çok olsa deməli 23 səhifədir. Bu 23 səhifə yəni kitabla deyil, yani yazıyladır, öz yani sözlərimdir. Burada qeyd eləmişəm. Çox lazımlı, dəyərli söhbətdir. İndi özünüz də eşidəcəksiniz və inşallah təsdiq də edəcəksiniz. Bismillahirrahmanirrahim. Yəni vaxtı daha çox adi sözlərlə aparmaq istəmirəm. Söhbətə başlayıram. Yani bu iki söhbət eləyəndən sonra inşallah İmam Hüseyin Aleyhisselamın söhbətinə başlayacağım. Allah hamımıza ömür versə inşallah. Yaxın vaxtlarda elə bir iddia ilə rastlaşdım ki, deyirlər. Xahiş edirəm, diqqətlə qulaq asın ki, dəqiqliklə başa düşə biləsiniz. Mən də tədricən elə deyəcəm ki, özünüz də analiz eləyə qulaq asın. Əgər Peyğəmbər Qədir Xumda Əli əleyhissalamı öz yerində canişin təyin etmişdisə, bəs nə üçün ömrünün son günlərində xəstə olarkən Əbu Bəkri namaz qılmaq üçün imam, yəni rəhbər kimi məscidə namaz qılmağa göndərmişdi. Əhl-i-Sünnə qardaşlarım da yəni acığı gəlməsin, bu kitablarda yazılan məsələlərdir, mənim dediyim deyil. Mən nə deyirəm, kitablardan deyirəm, alimlərimizin sözləridir. Əslində, onlar başa düşsələr bilərlər ki, mən də onların xeyrinə danışıram ki, həqiqəti hamı bilsin. Bu sözə əsasən də əhl-i-sünnə qardaşlar deyirlər. Əbu Bəkri namaz qılmağa təyin edilməsi onun Peyğəmbərdən sonra xəlifə olmasına dəlalət edir. Yəni bir növ dəlildir. Mən burada bəzi məsələləri aydınlaşdırmaq istəyirəm ki, həqiqətdə əgər bu məsələyə cavab verilməsə, kənardan qulaq asanlar da, yəni avam təbəqələr elə bilərlər ki, bu məsələ hələ deyilən kimidir. Bu bilirsiniz nəyə bənzəyər? Bir əməli salih insanın tarixdə, həyatda olur da, pis insanlar, yəni belə insanların, imamların, yaxşı insanların, düz yolu tutanların adətən paxılları, xainləri, ayağın altını eşənlər çox olur. Siz özünüz də bunları görürsünüz.
Bir əməli salih insanı pis insanlar paxıllıq cəhətinə onun adından ona yaraşmayan nahaq sözlər danışarlar. Onun da arxa dayağı, yəni olmadığından heç kəs belə paxıl insanların cavablarını verməz. Bu əməli salih, gözəl və dəyərli insanın adından o qədər dəyərsiz sözlər danışarlar ki, axırda hamı deyilənlərə inanar və həmən gözəl insan, insanların içində hörməti, izzəti aradan gedib ən əskik və dəyərsiz insan kimi tanınar. Bu dünya odur ki, deyirlər, bivəfa dünyadır. Yəni, hamımız bu sözü eşidibsiniz. İndi biz də əziz Peyğəmbərimizin adından deyilən yalanlara cavab verməsək, cəmiyyət elə bilər ki, yəni avam təbəqələr, hələ həqiqətən məsələ irəlidə deyildiyi kimidir. Odur ki, mən bu məsələni bir qədər irəlidən danışaraq, siz əziz dinləyicilərimizə məsələnin necə olmasını deyəcəyəm. Əslində irəlidə danışmışam, amma ondan sonra yəni dinləyicilər çox artıb. Ona görə bir də deyirəm, amma həmən sözlər deyil, bunları özümdən yəni bildiklərimi qeyd eləmişəm. Məsələ belədir. Peyğəmbər sallallahu aleyhi və səlləm vida həccindən qayıtdıqdan sonra Ərəbistanda olan düşmənlərdən çox rahat idi. Amma Ərəbistanı təhdid edən Romalılar barəsində Peyğəmbər sallallahu aleyhi və səlləm çox narahat idi. Onlar İslam və müsəlmanlar üçün böyük xətər olduğundan Səfər ayının ortalarında Peyğəmbər salavatullah bir əzəmətli ordu hazırlamaq və Üsamənin başçılığı ilə Romaya tərəf göndərmək qərarına gəldi. Üsamə Zeyd İbn Harisin oğlu idi. Onun atası da Peyğəmbərin ordu başçılarından biri olub. Lakin Mu'tə müharibəsində şəhid olmuşdu. Necə ki, Cəfər-i Təyyar Mu'tə müharibəsində şəhid oldu. Peyğəmbər sallallahu öz əli ilə döyüş bayrağını Üsamənin adına bağlayıb bütün ənsar, yəni Mədinə əhlini və mühaciri, yəni Məkkədən Mədinəyə gələnləri o cümlədən Əbu Bəkir, Ömər, Əbu Übeydə Cərrah, Təlhə, Zübeyr, Səd İbn Vəqqas kimi sayılıb seçilən, yəni mənəm deyənləri də onun başçılığı altında bu müharibəyə getmələrini əmr etdi. Həmən vaxt Üsamənin bəzi xəbərlərə görə 18 və ya 20 yaşı var idi. Hələ buna görə də bəzi yaşlılara və iş bilənlərə Üsamənin başçılıq etməsi ağır gəlirdi. Ona görə də Üsamənin rəhbərliyinə itaət edən halda müharibəyə getmək istəmirdilər. Bəzən açıq-aşkar deyirdilər. Bütün səhabə böyüklərinə Peyğəmbər, ənsar və mühacirə başçı təyin edib Üsamə Mədinədən bir qədər aralı məsafədə yerləşən Cürf adlı yerdə onların toplaşmalarını istədi. Yəni cəmiyyət müharibəyə gedənlər Cürf adlı yerə gedib orada toplaşmalı idilər. Amma çox az adam Cürfa gedib, yəni həmən məntəqəyə gedib orada toplandı. Yuxarıda adları çəkilən səhabələr isə Peyğəmbərin sözünə itaət etməyib Cürfa getmədilər. Bu əsnada Peyğəmbər salavatullah xəstələnib yatağa düşdü. Həmən bu xəstəlik Peyğəmbərin dünyadan köçməsinə səbəb oldu. Amma Peyğəmbər cəmaatın orduya gedib qoşulmamalarını eşitdikdə çox narahat olub qızdırması və
baş ağrısı olmasına baxmayaraq məscidə gəldi və mənbərə çıxıb dedi: Ey cəmaat, Üsamənin başçılığını qəbul edin. And olsun canıma, indi onu qəbul etmək istəmirsiniz. Bundan öncə də onun atasının başçılığını qəbul etmək istəmirdiniz. Amma o necə də gördünüz ki, gözəl başçılığa layiq idi. İndi Üsamə də atası kimi bu işə layiqdir. Peyğəmbər sallallahu bu sözləri deyib evə gəldi. Sonra onun görüşünə gələnlərə belə sözlər deyərək onları Üsamənin ordusuna qoşulmağa dəvət edirdi. Hətta bəzən deyirdi, hər kim Üsamənin ordusundan boyun qaçırsa, Allahın lənəti ona olsun. Burada bir məsələni qeyd edək ki, bəziləri deyir ki, Peyğəmbərin sahabələrini lənətləmək olmaz. Amma bu cümlə ilə görürük ki, hətta Peyğəmbərin özü onları, yəni onun sözlərinə əməl etməyənləri, əmrinə əməl etməyənlərə görə onları açıq-aşkar lənətləyirdi. Xülasə, günbəgün Peyğəmbərin vəziyyəti ağırlaşdığından bəzilərinin əlinə başqa bir bəhanə də düşdü. Onlar dedilər, biz Peyğəmbəri bu vəziyyətdə qoyub getməyə ürəyimiz gəlmir. Mədinədə qalıb Peyğəmbərin şəfa tapmayacağını görmək istəyirik. Onu da deyək ki, bu vaxta qədər Peyğəmbər Ümmü Sələmənin evində idi. Sonra Ayşə, yəni Əbu Bəkirin qızı, Həzrətin xidmətinə gəlib gördü ki, Həzrətin mərəzi günbəgün şiddət edir. Ayşə Ümmü Sələmədən iltimas etdi ki, Həzrəti öz evinə aparsın. Ondan sonra Peyğəmbər Ayşənin evinə gəldi. Bir gün Peyğəmbər Əbul Müvayhibə ilə birlikdə Bəqi qəbristanlığına gəldi və orada dəfn olunanlar üçün Allah Teala'dan bağışlanmalarını istədi. Sonra onlara xitab edib buyurdu. Salam olsun sizə, ey qəbristanlıq əhli, olduğunuz yer sizə xoş olsun. Çünki bu cəmaatın yerindən yaxşıdır. Əsl həqiqətdə də qəbristanlıq, sakitlik, heç kəsin qeybətini eləmir, rahatçılıq, nə çörək qazanırsan, nə içmək qazanırsan. Bu dünyada səhər durana, yatana qədər bir dəqiqə vaxtın olmur. Bu işin haqqında fikirləşirsən, o işin haqqında fikirləşirsən, bu işin dalıcan gedirsən, o bir iş. Yəni dincəlmək söhbəti yoxdur. Əsas dincəlmək yeri elə o qəbristanlıqdır. Fitnələr qaranlıq gecənin hissələri kimi ardıcıl gələr və ardı başlanğıcından daha qorxulu olar. Sonra Müvayhibə deyir, bu vaxt mənə tərəf baxıb dedi, ey Əba Müvayhibə, həqiqətən dünyanın xəzinələrinin açarını mənim üçün gətirdilər və məni həmişəlik dünyada qalmaqla behişti seçmək arasında ixtiyar sahibi etdilər. Mən behiştə getmək və Allahıma qovuşmağı seçdim. Bəzi xəbərlərdə Peyğəmbər sallallahu bu sözləri Əli əleyhissalama buyurub. Sonra Əli əleyhissalama buyurdu. Həqiqətən Cəbrail Qur'anı hər il bir dəfə mənə nazil edirdi. Bu il isə 2 dəfə mənə nazil etdi. Bu mənim ölümümün vaxtının çatdığını bildirməkdir. Peyğəmbər sallallahu Şiə və Əhl-i Sünni rəvayətçilərinin yekdil rəyinə əsasən Allahın Rəsulü sallallahu ömrünün axır günlərində buyurdu. Ey cəmaat, mən qiyamətdə sizin yanınızda olacağam. Siz Kövsər hovuzunun kənarında mənim yanıma gələcəksiniz. Agah olun ki, mən səqələyim barəsində, yəni aranızda qoyduğum 2 qiymətli əmanət haqqında sizdən soruşacağam.
Bilirsiniz de bu iki emanet, biri Kur'an-ı Kerim, biri ise Əhl-i Beyt. Ve onlarla necə rəftar etdiyinizi sizdən öyrənəcəyəm. Məndən sonra onlarla necə rəftar etməyinizə diqqət edin. Çünki Lətif Allah onların mənə qovuşana qədər bir-birlərindən ayrılmayacağını bildirib. Mən də Allahımdan bunu istədim. Allah Teala da bunu mənə əta etdi. Agah olun ki, mən bu iki əmanətlərimi sizin aranızda qoyuram. Biri Allahın kitabı, o biri isə mənim itrətimdir. İtrət dedikdə burada Əhl-i Beyt və imamlar nəzərdə tutulur. Onlardan önə keçməyin ki, parakəndə olub dağılarsınız. Onlar barəsində səhlənkarlıq etməyin ki, həlak olarsınız. Sizdən onlar daha alim olduqlarına görə onlara bir şey öyrətməyə çalışmayın. Avam adam çox vaxt öz bildiyini düz hesab eləyər. Ona görə də elmli bir adamla əvvəl mübahisəyə girişər, sonda məğlub olar, bilər ki, həqiqətən də mən heç nə bilmirmişəm. Ey cəmaat, elə olmasın ki, mən getdikdən sonra siz küfrə geri qayıtmış və bir-birinizin boynunu vuran görüm. Yəni bu xəlifəliyə görə bir-birinizlə davaya qalxmayın. Göründüyü kimi Peyğəmbər bütün insanlara tapşırır ki, mənim itrətimdən qabağa keçməyin. Bu söz o üç xəlifəyə də aiddir. Sonra deyir, onlar barəsində səhlənkarlıq etməyin ki, həlak olarsınız. Onlar sizdən alimdirlər. Onlara elm öyrətməyin. Onlarla mübahisə etməyin. Kimi sözlər onlara tapşırdı. İbn-i Hişam və başqaları belə nəql edirlər. Peyğəmbər sallallahu yaxın zamanda dünyasını dəyişəcəyinə yəqinliyi olduğu üçün cəmaat ilə vedalaşmaq üçün məscidə getmək üçün bir əli ilə Əli əleyhissalamın çiynində, o bir əli ilə Fəzl ibn Abbasın çiyninə qoyduğu vəziyyətdə məscidə gəldi. Minbərə çıxıb əyləşdi. Şeyx Müfid və Təbərsinin nəql etdiyinə görə belə buyurdu. Ey cəmaat, mənim sizdən ayrılmağım yaxındır. Hər kimin məndə əmanəti ya bir haqqı varsa durub haqqını istəsin. Hər kəs mənə borc verib desin. Heç kəs Peyğəmbərdən haqq istəmədikdə. Peyğəmbər sallallahu dedi. Ey cəmaat, Allahla onun bəndələri arasında xeyrin çatması və şərrin dəf edilməsi üçün əməldən başqa bir şey yoxdur. Məni nübüvvətə seçən Allaha and olsun. Yalnız Allahın rəhməti və yaxşı əməllə nicat tapmaq olar. Mən ki, onun Peyğəmbəriyəm. Əgər mən də ona itaətsizlik etsəm, cəhənnəmə düşəcəyəm. Bəzi xəbərlərdə Peyğəmbər sallallahu buyurdu ki, əgər sizin hansınızsa mənim boyumda haqqı qalsa, mən bu vəziyyətlə dünyamı dəyişsəm, sabah qiyamətin günündə Allah Teala məni də öz cənnətinə buraxmayacaq, tayin ki, həmən adamla halallaşmayana qədər. Yəni, odur ki, halallaşmaq balaca bir məsələ deyil, belə bir məsələyə çox diqqətlə yanaşmaq lazımdır. Kimin haqqı boynunuzda varsa, əgər o dünyanın olmasına inanırsınızsa, onlarla çalışın, halallaşın. Ən sonda dedi, bilin ki, siz ki məndən durub haqqınızı istəmirsiniz. Elə hesab edirsiniz ki, bununla mənə hansısa bir yaxşılıq edirsiniz. Amma bilin ki, hər kəsin, burada qeyd eləmişmişəm, mənim boynumda 1 manatlıq haqqı qalarsa və öz haqqını məndən istəməsə, belə adam mənə yaxşılıq yox, böyük pislik etmiş olur. Çünki kiminsə haqqı mənim boynumda qalarsa, Allah Teala and içib ki, hətta mənim Peyğəmbərim mənim yanıma kiminsə haqqı onun boynunda qalan halda
mənim yanıma gəlsə, cənnətim ona haram olacaq. Burada çox söhbətlər var. Savadənin söhbəti və digər söhbətlər. Mən onların üstündən keçmişəm. Sonra minbərdən düşərək cəmaatla qısa şəkildə namaz qıldıqdan sonra Ümmü Sələmənin evinə getdi. 1 və ya 2 gün orada qaldı. Sonra Ayşə Həzrətin xidmətinə gəlib gördü ki, Həzrətin mərəzi günbəgün şiddət edir. Həzrətin zövcəsindən, yəni Ümmü Sələmədən iltimas etdi ki, Peyğəmbər salavatullahını öz otağına aparıb ona baxmağı öhdəsinə götürməyi istədi. Həzrətin də xəstəliyi günü-gündən artırdı. Ayşə xülasə burada Ümmü Sələmə ilə razılaşıb Peyğəmbər salavatullahını öz mənzilinə apardı. Söhbəti burada tamamlayıram. Ardın gələn söhbətində edərəm. Dəqiqədə hardasa 21 dəqiqə oldu. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.